Dostlar salamlar. Salamlar. 2026 bizim üçün sahibkar ili idi və bununla bağlı da danışmışdıq. Və sahibkarlığın və şirkətin olmazsa olmazı satın almadır da içəri nəsə girir. Və ya nəyisə şirkət həm də özü satır və burada qiymət təklifləri, danışıqlar, biz daha çox danışıqların aparılması və necə etməliyik ki, satın almalar uğurlu olmalıdır və ya satın almada yenicə addımlara atan şəxslər üçün bir blueprint bir verilişimiz olacaq. Qəhrəman bəy, xoş gəlmisiniz. Xoş gördük, Qəhrəman bəy, təşəkkürlər. LinkedIn-də adınızın qarşısında CIPS və CIPP var. Tamam. Bu nə mənədir? O qədər kod var LinkedIn-də. Biri var idi ən uzun. Hə, Bu nədir? Bu Qısa olaraq izah eləyim. Əvvəla sizi və izləyicilərimizi salamlayıram. Düşünürəm ki, çox maraqlı bir podkast olacaq bugün. CIPS və CIPP dünyada satın alma sahəsində tanınan iki məşhur sertifikatdır. CIPS İngiltərə əsaslıdır və hal-hazırda Middle East, Orta Şərq və Azərbaycan üzrə keçərli olan və dünyada ən əsas tanınan sertifikatdır. CIPP isə ondan bir level aşağı hesab olunan Amerikada və daha çox ərəb ölkələrində istifadə olunan sertifikatdır. Lakin bunun sertifikatdan əlavə insana ötürdüyü bir çox böyük dərin ekonomik bilgi var, ticarətin idarə olunmağı ilə bağlı. Ona görə də bir növ artıq Azərbaycanda və dünyada o sertifikatları əldə etmiş satın almaçılar öz adlarının qarşısında onları qeyd edir. artıq bir növ o şey göstərir ki, təcrübəm var bu məsələdə. Bəli. O niyə görə ehtiyac yaranıb ki, belə sertifikatlara? Çünki satın almaqda mən bu stəkanı almaq istəyirəm. Gəlirəm danışıram, o da qiymət deyir. Qiyməti öldürürük, alırıq. Bunun üçün sertifikat lazımdır ki. Yox, onun üçün sertifikat lazım deyil, amma ondan daha strateji alışları idarə etməkdən ötürü o sertifikatın altında yatan bilgi lazımdır. Biz o sertifikatı əldə etməkdən ötürü təqribən 1 il 365 gün aralıqsız çalışmışıq. Hal-hazırda da Azərbaycanda bir çox gənc peşəkar insanlar var ki, bunu almaqda davam edirlər. Orada məsələ tək sertifikatla kifayətlənmir, onun altında ötürülən ticarət bilgiləri var. Bilgilər kimi. Məsələn, elə karbon footprintin hesablanmağından tutmuş, dünyada ümumdaxili məhsul GDP məsələsinin hesablanmağı, sonra tenderlərin aparılmağı, kontrakt menecment, risk menecment, team menecment, sonra və digər sahələr. Daha çox, yəni alışdan daha ötə bir şeydir bu. Alışın altında yatan ticarəti izah eləyir sizə. Məsələn, siz bir qlobal ticarətlə məşğulsunuz, böyük həcmli tenderlər edirsiniz. CIPS-in sizə ötürdüyü bilgi odur ki, o tenderləri edərkən nələrə diqqət etməlisiniz. Ənənəvi satın almada bunlar yox idi. Ənənəvi satın almada tutaq ki, siz şirkətin rəhbərisiz, bir zəng eləyib xaricdən özünüzün tanış olduğu digər şirkət rəhbərinə deyirdiniz ki, mənə bu qədər xam mal lazımdır, o tədarük eləyirdi. Yəni, o dövr 20 il bundan əvvəldə idi, indi dövr dəyişdi. İndi departamentlər o işləri görürlər və orada da müqavilələrin bağlanmağı var, bank əməliyyatları var, logistika xərcləri var və s. Ona görə də insanların bilgi almağı böyük bir avantajdır. Məsələn, CIPS sertifikatı alan ilə almayan arasında həqiqətən fərqlər var. Təcrübədə də bu müşahidə olunur. Amma Azərbaycanda məsələn elə şirkətlər var ki, ümumiyyətlə orada CIPS-in heç bir bəndi demək olar ki, tətbiq olunmur, amma şirkətin böyük satın alma əməliyyatları var. Bu belə, bundan əlavə olaraq onu qeyd edim ki, ümumiyyətlə dövr elə bir dövrə gəlib çatıb ki, bilgi bərabərdir güc. Ticarətdə nə qədər çox bilginiz varsa, o qədər də çox gücünüz var deməkdir. Amma əvvəl bu məsələ necə idi? Kim daha çox istehsal eləyir, kim daha yaxşı sata bilir, o güclüydü. İndi dövr dəyişir. Rəqabət başlayıb artıq təchizat zəncirində. Əvvəllər rəqabət sarf bir məhsulun qiymətində idi və yaxud da bunu xarici necəsə çatdırmaqda idi. İndi ticarətin o təchizat zənciri deyilən planlama, anbar, satın alma, logistika, əsas savaş burada gedir. Tutalım ki, siz bir Azərbaycanda bir şirkətsiz, hər hansı bir məhsulu istehsal edirsiniz. Məqsədiniz Rusiya bazarına və yaxud da Türkiyə bazarına bunu ixrac eləməkdir. Orada artıq siz bir savaşa daxil olursunuz. Yəni, ticarət zaten bir savaşdır. Burada da önəmli olan məsələ odur ki, sizin o qiymətləri stabil saxlamağınız, qiymətlər bazarda oynayır. Ona görə də sizin elə bir formatda təchizat zənciri qurmalısınız ki,
Yəni bu gün siz bazarda 1 manata satdığınız məhsulda lider ola bilərsiniz. 2 gün sonra liderliyiniz itirilə bilər. Niyə? Sizin kimi başqa bir rəqib şirkət kost optimizasiya aparır, gedir öz maya dəyər xərclərini salır aşağı, aldığı xam malı 1 qəpik daha ucuzuna alsa, sizin məhsulu almırlar. Yəni ona görə də Azərbaycanda və yaxud da dünyada baxırsınız ki, şirkətlərin açılmaq sayı ilə bağlanmaq sayı arasında uçurum qədər fərq var. Daha çox şirkət bağlanır. Rəqabətə tab gətirə bilmirlər. Xüsusilə istehsalatda və yaxud da digər sahələrdə bu məsələ ən aktual məsələdir. Şirkət rəhbərisiz və deyirsiniz ki, mən istəyirəm ki, məsələn deyirəm, mənim məhsulum Azərbaycanda rəflərdə 1 nömrəli ən çox satılan məhsul olsun. Və bunun üçün arxada bir çalışma eləyirsiniz. O çalışmada da bir mexanizm var. Bir çarx var ki, bütün strukturları, bütün departamentləri hərəkətə gətirir. O çarx satın almadır. O satın alma olmasa xam malı yoxdur. Xam malı yoxdursa anbarın işi boşdur. Anbarın işi boşdursa istehsalat dayanır. İstehsalat dayanırsa satış gəlir deyir ki, sata bilmirəm. Yəni praktikada bu sahədə o qədər çox problemlər yaşanıb. Ona görə də Sizdə konsultant kimi fəaliyyət də var da. Azərbaycan şirkətlərinə gedəndə, Azərbaycanlıların idarə etdiyi şirkətə daha doğrusu gedəndə, məsələn, ən çox rastlaşdığınız problemlər nədir? Ucuza alma vərdişimi, yoxsa satın almada işləyən adamların o dırnaq içində at-qat tələbimi? Nədir məsələn çox rastlaşdığınız sıxıntı? Bunu 2 hissəyə bölüm deyim. Birinci sıxıntı idarə etməklə bağlıdır. Ümumi menecmentlə bağlı. Əsas elə sıxıntının qaynağı buradan ibarətdir ki, bizdə fokus problemi var. Məsələn, Azərbaycan şirkətlərində, böyük əksəriyyətlərində artıq indi biraz bu məsələlər düzəlib, amma son 10 il ərzində ən çox müşahidə olunan hal bu idi ki, bir şirkət mənfəətə çıxıb pul qazanırdısa, o şirkətin bütün o vizyonu itirdi. Fokus getdi. Fokus getdi. Baxırsan şirkət rəhbəridir. Şeylədir də, biraz pul qazanan kimi şey. Təkcə kişi qadın məsələsi. Pulun idarəçiliyindədir. Yəni pul gəlir, şirkət böyüyür. Yəni dünyanın ən böyük konsultasiya şirkətləri belə gəlir onlara bir siyasət hazırlayır ki, bax gələn səni bu gözləyir. Deyirlər, "Şunu qoy qırağa, mən onsuz da pul qazananam da." Məsələn, Azərbaycanda təkər işi ilə tutaq ki, məşğul olan, baxırsan ki, uğur qazanmış iş adamıdır, çox yaxşı biznes idarə eləyir və s. 6 aydan sonra görürsən ki, akkumulyator satır və gəlir ferma qurur. O fokusun parçalanmağı idarə etmədə ona gətirir çıxarır ki, alt departamentlər, satış, marketinq və s. onlarda da parçalanma gedir. Bu birinci əsas məsələ idarə etmədir. Ona görə də mən görüşəndə və yaxud da müşahidələrimdə tövsiyə elədiyim o olur ki, idarə etmədə satın almaya önəm verilməlidir. Yəni bu elə bir strukturdur ki, sizin şirkətin məsələn 100 milyon dövriyyəniz var, 100 milyon pul gəlir sizə. O 100 milyon tutaq ki, maaş, kommunal və sair xərcləri çıxandan sonra bayağı bir məbləğ qalır. O məbləği xərcləyən struktur budur. Yəni sizin 100 milyon 50-60 milyonluq xam mala, materiala, layihələrə xərcləyən departamentdən söhbət gedir. Ona görə də bir də görürsünüz ki, məsələn, o gec reaksiya verilir və sonra deyirlər ki, məsələn, satın alma düz işləmir və yaxud da yeyintilər baş verib və yaxud da özbaşınaçılıq baş verib gedir. Ona görə də idarə etmədə xüsusi diqqət ayrılmalıdır satın almaya. Yəni bu əvvəllər bu formada idi ki, okey də yəni hansısa bir bölmə kimi bu da fəaliyyət göstərir. Amma sonra gördülər ki, yox da, bu xərclər böyüyür. Etimad necə doğrulacaq satın alma ilə şirkət arasında? Məsələn, o sertifikatlar ya da iş təcrübəsi mi göstərəcək, yoxsa yenə dədə-baba qaydası ilə etimadmı olacaq? Yəni yenə qayıdırıq şərqlilərin söhbətinə də, ancaq etimad belə gözdən səriştənin olmağı ilə insan seçilmə. Deməli, bu məsələ ilə bağlı belə izah eləyim. Siz düz qeyd edirsiniz ki, şərqdə etimad məsələsi prosedurlardan və s.dən daha öndə gəlir. Çinlilərdə, Koreyalılarda. Bəli. Belə izah edim, dövr dəyişir artıq. Nə insanlar belə deyim, o etimad məsələsinə görə önəm verilir. Önəmli olan nədir? Düzgün prosedurun qurulmağı. Əgər sizin düzgün prosedurunuz yoxdursa, əgər sizdə insan resurslarında insanların belə deyim, performansını ölçə bilən yetənəkli şəxslər yoxdursa, siz rəhbər olaraq öz şirkətinizdəki satın alma günlük iş yükünü təhlil edə bilmirsinizsə, nə baş verir? Siz bir layihəyə girirsiniz, deyirsiniz ki, mən 50 milyona bir bina tikəcəm və orada 50 milyonluq layihəni həvalə edirsiniz 2000 manat əmək haqqı alan satın almaçıya. Yəni avtomatik olaraq nə qədər etimad eləyirsiniz də eləyin, bu insan faktorudur. Hər hansı bir şirkət gəlib deyəcək ki, tutaq ki, armaturu məndən al,
səndən nə gedir ki, zaten qalib mənəmdir. O da düşünür ki, 50 milyonluq layihədə mən 2000 manat maaş alıram. Mütəxəssisim 9-6 işləyir dayanmadan, o da alır 700-800 manat maaş. İstər-istəməz o frauda yol açacaq. Bu bir. İkinci məsələ, təbii Yəni ki, HR məsələsi girir ora. Ədalətli maaş və bonus ədalətli sistemi. maaş və bonus sistemi. Satışçı Gözəl. şirkətə mal satanda bonus alır. Satın almaçı cost savingdən niyə almasın ki? Mən məsələn elə bir tender olub ki, orada 1 milyon manat cost saving eləmişəm büdcəyə. O 1 milyon manatın qarşılığında istər-istəməz satın almasında umduğu bir məsələ var da. Əgər orada 300 manat bonus verirsə, o özü ona təhqir kimi hesab edir ki, mən 1 milyonun qarşılığında 300 manatmı bonus aldım. Şirkətin düzgün bonus strategiyası olmalıdır. İşçiyə dəyər verməsi düzgün olmalıdır. Və bunu hiss elədikcə zaten adam özündə o etimadı hiss eləyir. Bu bir, yəni siz adama ciddi commercial müqavilələr həvalə edirsiniz. Adama deyirsiniz ki, xaricdən mənə 20 milyon dəyərində olan zavod al gətir. Bu o qədər həssas bir şeydir. Bu adam durur gedir samolyotla ora görüşür, görüşlər keçirdir üzbəüz. Orada mimikalara qədər önəmli məsələlər var. Siz satıcısınız, mən alıcıyam. Siz deyirsiniz ki, zaten məndən alacaqsınız da bunu. Gəl elə eləyək ki, tutaq ki, ehtiyat hissələrinin daha çox tələbatı olsun. Şirkətin müdürünün xəbəri yoxdur bundan. Satın alma danışır, alır, zavod gəlir, qurulur. Sonra ehtiyat hissəsi tez-tez dəyişirlər. Ehtiyat hissəsi tez-tez dəyişir. Ona görə xaricdə ümumi satın almada, məsələn, mənim bir dostum Almaniyada işləyirdi. Onun işi buydu ki, getsin kost optimizasiya eləyəsin. O gedirdi həmin zavodun istehsal olunduğu yerə, deyirdi ki, mənim bu motorun reduktorunu niyə Polşa istehsalı reduktor qoymusan? Türkiyə ilə əvəz elə daha ucuz olsun. Ona qədər düşürdülər. Bizdə o məsələlər çox təəssüf ki, yoxdur. Bu ondan irəli gəlir ki, satın almanın iş yükü ağırdır. Həqiqətən ağırdır. Yəni şirkətin bir hədəfi var, böyük bir gəmidir, bir getdiyi bir yer var. O gəmidə alt hissədə o kürək çəkən əsas strukturlardan biri məhz immunoy satın almadır. Ona görə də satın almaya dəyər verilməlidir. Dəyəri hiss eləməyəndə o fraud halları yaranır. Bir maraqlı statistikada dediyim, bir neçə günün araşdırmadan əldə eləmişəm. Dünyada son 30 ildə sırf satın alma ilə bağlı fraud, yeyinti halların dəyəri 30 trilyon dollar dəyərindədir. Təqribən minimum 30 trilyon dollar dəyərində dünya üzrə satın almada yeyintilər və s. bu hələ aşkarlanmışdı. Aşkarlanmayanda bir 10 trilyon var ki, o üstə. O satın almada olan adam bunu necə eləyir ki? Yəni yekunda bir müqavilə var, bir sənədləşmə var. O bu makinasiyanı necə düzüb qoşa bilirlər ki, indi bunu tutulmayanlar da var, hətta tutulanlar da var da. İndi cəzasını alıbmı, alınmı məsələsi biraz şey olur da. Bir dənə rus dilində söz var, "не пойман, не вор" məsələsi var da. Tutulmamısansa oğru deyilsən. Azərbaycan dilində bu cür tərcümə etsək. O sxemi necə qarşı tərəfdən alış elədiyi adamla mı danışığa girir ki, mən səndən alıram, amma sən aldığın puldan da X məbləği mənə ötürürsən, tutaq ki, Zənzibardakı qəbirstanlıqda 3-cü qəbrin altına qoyarsan, nə baş verir? Satın almaya yaxın qohum qoymaq lazım deyə mən. Yox. Məncə yox. Əvvəllər bu məsələlər asan idi. Əvvəllər data menecment yox idi. Şirkətin keçmiş əməliyyatlarının izlənməyi, təhlili yox idi. Amma indi var. Demək olar bütün şirkətlərdə bu qurulub. Satın almada fraudun bir yolu yoxdur, bir neçə yolu var. Gəlin onların bir neçəsini sayım. Ən əsas məsələ o işin düyün nöqtəsi, şirkətin prosedurlarının olmamağıdır. Şirkət xaosdadır. Satın almaçı baxır ki, şirkət xaosdadır. Digər bölmələr yeyinti eləyir, digər bölmələr öz bildikləri işləri görürlər və s. Bu bir. İkinci, şirkətdə ədalətli idarə etmə yoxdur. Satın almaçı alır 1500 manat maaş, mütəxəssis. Hər hansı bir tutaq ki, digər departamentin işçisi alır 3000 manat, amma onun iş yükü bundan daha çoxdur. Trigger orada işə düşür. Və yaxud da digər hal olur ki, satın almaçı görür ki, o aldığı tədarükçülərin analizi strukturu yox qurulmayıb, auditor zəifdir və s. Yəni bunun bir neçə faktorları var ki, bunu tətikləyir. Harda başlayır proses? Ən əsas məsələ, ən önəmli məsələ şirkət rəhbərlərinin diqqət etdiyi məsələ ki, bunun qarşısını alsın vendor managementdir. Tədarükçülərin idarə olunması. Şirkət rəhbərliyi, satın alma komitəsi bilməlidir ki, çalışdığı, mal aldığı şirkətlər kimlərdir. Ona görə də indi hal-hazırda o due diligence sistemi qurulur bəzi şirkətlərdə. Qarşı tərəf satıcı şirkətin bütün hüquqi
öhdəlikləri, məhkəmə borcunun olub-olmamağı, əvvəlki şirkətlərə kiməsə fraud verib-vermədiyi, ona qədər araşdırma eləyir. Bütün layihələrini araşdırırlar ki, tam due diligence-ı keçəndən sonra Yəni etibarlı tərəfdaş. etibarı tərəfdaş. Satnaməçi baxır görür ki, o yoxdur. Birinci trigger buradan başlayır ki, gedir hər hansı bir kənarda üçüncü tərəf özünə qohumunun adına şirkət açır və o şirkəti gətirir, bu şirkətin içinə salır, ondan tədarük eləyir. Yəni Avropanın özündə, Almaniyada Siemens-də 1,2 milyard dollarlıq məhz bu faktordan yeyinti olmuşdu. Yəni satın alma müdiri gəlib kənarda şirkət açıb. Bu birinci yol. İkinci yol bundan ibarətdir ki, satın alma ilə daxili tələbi açan departament arasında işbirliyi olur. Siz istehsal müdirisiz, mən satın alma müdiriyəm. Mən sizə gəlib deyirəm ki, o fövqəladə alışlar çıxardın. Gecə saat 3-də e-mail yazın ki, motorlar xarab oldu. Mənim satın almacım səhər saat 9-da gəlib motor almalıdır. O istər-istəməz baha alacaq. İstər-istəməz heç kim onun qiymətinə baxmır. Deyir, tək istehsal dayanmasın. Bunu qeyd edərik. Sonra böyük tenderlərdə şərtlər daha fərqli dəyişir. Məsələn, xaricdə təhdid alırlar satın almaçılar ki, sən o ihaləni, sən o tenderi başqasına versən, sənin haqqında belə olar və s. Yəni buna qədər. Siz təsəvvür edin, tender gedir 100 milyon dəyərində və orada 26 yaşlı bir satın almaçı bir xanım əyləşib o tenderdə o qərar verir ki, kimlər iştirak eləsin, kimin qiyməti keçir və s. Çox çətin və çox məsuliyyətli bir şeydir. Bir nöqtəyə görə milyonların oynamağı baş verir və tenderi udmaq istəyən tərəf gəlir satın almaçıya deyir ki, tutaq ki, sən 4000-5000 maaş alırsan Azərbaycan manatı ilə. Yəni bu tenderdə 100 milyon dəyərindədir də, mənim marjam 10 milyondur. Mən 10 milyondan 1 milyonu sənə ayırmağa hazıram. Neynirsən elə o tender məni keçsin. İştah yaradır satın almacı. O da oturub fikirləşir ki, mən indən sonra 50 il çalışsam 1 milyon manat kənara pul ata bilməyəcəm və başlayır o maxinasiya yollarına. Digər şirkətlərə daha az bal verir, digər şirkətlərin performansını aşağı göstərir. Digər şirkətdə nümunə verir, bu da nümunə verir, gətirir komitəyə çıxardır ki, bu nümunəsi uyğun deyil ha. Və yaxud da gedir içdən kimisə ələ alır, içdən gəlir deyir ki, yekunda bunu siz istifadə edəcəksiniz də, bunu qəbul edin. Bunu qəbul edin, axşam məsələn deyirəm, məsələnin digər tərəfini danışarıq. Çoxdur fraud halları. Və yaxud da həmin o satın almaçı izləyir ki, şirkətin önəmli aldığı məhsul hansıdır. Bir zavoddur, xam mal alır. Daim xaricdən xam mal alır, Almaniyadan, Avropadan və s. Günün birində oturur samolyoda gedir ora. O xam malın başqa tədarükçüsünü tapır, gəldi ki, mən səndən alacağam bunu. Heç kəsin xəbəri yoxdur bundan. Hətta o satın almaçı çıxıb gedib oradan 10 il üzərindən keçir, o satın almaçıya xaricdən yenə pulu gəlir. Elə maxinasiyalar düzü qoşma olur. Bəs ədalətli tenderdə qiymətləndirmənin meyarları nədir? Ucuz qiymətdirmi? Ümumiyyətlə bizim Azərbaycanda son dövrlərdə bu tender məsələlərinə çox diqqət ayrıldı. Dövlət satın almalarında da xüsusi qaydalar, prosedurlar təyin olundu. Bilmək lazımdır ki, ümumiyyətlə bu tender nədir? Mən elə məsələn bir zavodu alıram da xaricdən, niyə mən onu gəlib tender eləməliyəm? Yəni eləyəndə mənə nə verir bu? Bəzi şirkətlər bunu standart prosedur xatirinə eləyirlər ki, mən bunu tender elədim. Bunun altında əsas məsələ tender ən ucuz dəyər əldə etmək deyil. Tender ümumiyyətlə sənin üçün dəyər nədir, onu əldə etməkdir. Elə şirkət var ki, onun üçün dəyər ucuz qiymət deyil. Məsələn, çatdırılmanın əhəmiyyətidir. Bir şirkət 10 milyona verdiyin, o birisi 12 milyona verir, amma bir ay daha tez çatdırır. O onu alır. Tender də ideal tenderin aparılmağı üçün tender başlamadan öncə strategiya müəyyən olunmalıdır. Satın alma komitəsi toplanır. Bizim alacağımız məhsul nədir? Tutalım ki, neft-qaz sektorunda ehtiyat hissələri. Hansı həcmdə bizə lazımdır? Hansı aya çatdırılması lazımdır? Dövlət satın almaları ilə çalışan müəssisələrdə o meyarları qeyd eləyirlər, dəyərləndirmə meyarları. Hansı faiz, hansı kriteriya aiddir? Adətən iki hissəyə bölünür tender. Commercial və technical tərəfi. Technicalda məsələn qoyurlar referans məktubu. Mənim üçün önəmlidir ki, mən bu məhsulu alanda satıcı şirkətin 3 dənə referans məktubu olmalıdır başqa şirkətdən ki, mən uğurundan satmışam. Bu bir. İkincisi, tutaq ki, servis olmalıdır Azərbaycanda. Servisi yoxsa mən bunu almıram. Üçüncü tərəfi ola bilər ki, çatdırılma şərti. Dördüncü və s. texniki uyğunluq ola bilər. Commercialda isə məsələn o faiz olaraq bölürlər. Ya 60-ın 40-a, ya 50-50, 50% bal verirlər texniki tərəfə, 50% commercial tərəfə. Yenə deyirəm, uğurlu tenderin başlanğıc nöqtəsindən hər şey asılıdır. Düzgün strategiyada, düzgün kriteriyaları qoymasaz, yekunda dəyərləndirmədə gəlir tamamilə qarışıq bir durum ortaya çıxır. Bir şirkət verir 1 milyon, satın alma komitəsinin rəhbəri deyir ki, okey, biz bundan niyə almırıq? Satın alması göstərir ki, bal sistemi ilə o daha az bal yığıb. Amma 1 milyon 300 min verən daha çox
balayığıb. Deyir, "Yox, mənim üçün 300 min manat önəmlidir." 300 min manat az pul deyil də. Deyir, niyə bu hal yarandı? Başda düzgün strategiya tətbiq olunmayıb, düzgün matrisanı qurmayıblar. Əsas məsələ orada bir boşluqlar məsələsinə toxunsaq ki, nələr bu tenderlarla bağlı da, nələr düzəldilə bilər. Məsələn, bu 3 dənə səhv eləmirəmsə minimum 3 iştirakçı məsələsidir. Mən Turaldan xidmət almaq istəyirəm. Bəli. Dövlət müəssisəsiyəm ya da özəl müəssisəyəm. Tamam. Biz 50 minlik sponsorluq müqaviləsi bağlamaq istəyirəm. Mən Turala sponsor girməyim üçün 3 nəfər minimum iştirak etməlidir. Yəni Tural eləməlidir, özünün kopyasını yaratmalıdır. Mən Turalla işləmək istəyirəm də. Hardan yaradım? Tamam. Onunla bağlı prosedurda belə bir qayda var. Dünyada da bu tətbiq olunur. Single source məsələsi, vahid mənbə deyək. Əgər Tural bəy kimi bunu sizə tədarük edən ikinci bir şirkət yoxdursa, siz onu əsaslandırma ilə o sənədi hazırlayıb satın alma komitəsində təsdiqlədirsiniz ki, ölkədə Tural bəydən başqa bu xidməti göstərən yoxdur. Həm dövlət, həm özəl almaq mümkündür. Bu bir. Amma elə bir hallar var ki, orada Tural bəy kimi digər rəqiblər var bazarda. Onda artıq belə deyim də, o rəqabətçil müqayisə başlayır ortaya. Siz gərək Tural bəy kimi bu şirkət, hansı şirkətlər ki var, onların hamısını cəlb eləyib müqayisəvi təhlil aparasınız. Yəni satın almanın işi analitikadır, təhlildir. Qiymətlərin təhlili, həmin şirkətin kapasitəsinin təhlili. Yəni təkcə qiymət önəmli deyil də. Elə şirkət var ki, qiyməti verib işi yaratmayıb. Ona görə də tenderlərdə və yaxud da digər strateji alışlarda biz bank qarantiyaları tətbiq edirik. O nədir? Odur ki, tutaq ki, hətta başda izah üçün bildirim ki, bir neçə bank qarantiyası. Tutaq ki, tenderdir. Misal üçün izah eləyirəm. Tural bəy istəyir Azərbaycanda özünə bir müəssisə yaratsın, istehsal qurur. Onunla bağlı avadanlıqlar alınmalıdır. Tenderi elan eləyirlər. Tural bəy də satın alma komitəsinin rəhbəridir, şirkətin CEO-sudur. Tender elan olunandan sonra artıq şirkətlərdən qiymət təklifləri gəlməyə başlayır və qiymət təklifləri gələrkən onun təhlili ilə bağlı satın alma komandası təhlillər aparır və ən ucuz qiymətdən əlavə digər faktorları da üzə çıxardır. Tender prosesində böyük şirkətlər gəlir iştirak edirlər ki, biz bu məhsulu sizə tədarükünü eləyə bilərik. Elə şirkət olur ki, qiymət təklifini verir, satın alması o analiz təhlil mərhələsində gəldi ki, sorry, səhv qiymət vermişəm. Mən qiyməti dəyişirəm. Bu olmamağı üçün təklifin zəmanəti deyilən bank qarantiyası. Adam gedir bankda, məsələn 10 min manat dəyərində vəsaiti girov qoyur, zəmanəti gətirdi ki, mənim qiymətim dəyişməyəcək. Bu bir. İki, biz tələb eləyirik ki, tutalım ki, sizin şirkət qalib firma oldu. Bir layihəni uddunuz, tikinti layihəsini və yaxud da avadanlı. Udandan sonra mən necə əmin ola bilərəm ki, siz bu müqavilənin öhdəliyini yerinə yetirəcəksiniz? Olub ki, şirkət müqaviləni udub, hətta sifarişə də keçib, sonra şirkət müflis elan edib özünü və yaxud da şirkətin səhmdarının hər hansı bir şəxsi problemi çıxıb, ölkədən çıxıb tərk edib gedib. Bu halda bu layihəni yarımçıq qoymamaqdan ötürü biz kontraktın zəmanətini, müqavilənin zəmanətini tələb edirik. Dəyəri 10 milyon manat dəyərində müqavilədir. Zəhmət olmasa 300 min manat dəyərində, onun 10% və yaxud 20%, 30% dəyərində mənə bankdan zəmanət gətir. Birdən sabahlarım sən o müqaviləni icra eləməyəndə mənə dəymiş zərərdən mən heç olmasa özümü kompensasiya edeyim. Onda da biz gedirik banka deyirik ki, bu müqaviləni icra eləməyib, gecikmələr baş verib, bankdan həmin 300 min manatı bizim şirkətə götürüb keçirik digər tədarükçü ilə çalışmağa. Maraqlı bir məsələ var. Deməli, Qazaxstanda olduğum müddət ərzində nəsə biz layihəni falan eləmişik. İndi elə bir momentə gəlib ki, öz mentoruma deyirəm ki, yekunda dövlət bunu bizdən bu xidməti almaq üçün tender olacaq da. Mən bunu məndən başqa Qazaxstanda eləyən yoxdur. Biz bunu necə eləyəcəyik tenderdə? Mentorum dedi ki, burada çox sadədir, burası şərikdir. Biz eyni xidməti göstərən başqa bir şirkət yaradırıq. Onun üz qabığı sənin üz qabığından fərqli olur, amma arxada yenə də özümüzünki softumuzdur. O ən baha qiyməti deyəcək. Biz isə ən belə ortalama qiyməti deyəcəyik. 3 dəfə təxirə salacaqlar, tenderi təxirə salacaqlar natamamlığına görə. Sonra birbaşa bizdən alacaqlar. Elə orada da o barədə düşünürdüm. Sonra bizim də bir neçə belə əli ilə bu tenderlərlə, satın almalarla bağlı mövzularımız olurdu. Bu əlinin dediyinə qüvvət. Tutaq ki, bir dövlət şirkətidir. X bir adamdan məhsul almaq istəyir və onun məqsədi həmin adamdan almaqdır.
Başa düşürəm, dövlət deyə bilər ki, sənin məqsədin nədir ondan alasan, amma bu işi görən yalnız odur da. Biz bundan almalıyıq. Onun üçün tender elan edəndə yenidən onsuz da birbaşa alışlara gedəcəksə, bu sadəcə belə kağız-küğüz, yazı pozu işinin artması demək deyilmi? Razıyam sizinlə. Bu strategiyanın səhv qurulmağıdır tender başlamadan öncə. Belə olan hallarda satın almaçı komitəyə bildirir ki, yoldaşlar, bu məhsul Azərbaycanda X şirkətdən başqa tədarükçü yoxdur. Bunu isbat eləyir və satın alma komitəsi deyir ki, tamam, bir əsasnamə hazırlansın, təsdiq olunsun, o şirkətdən alaq. Bu olmayanda, xaotik durum olanda, satın alma da o belə deyim, quş qoymaq xatirinə ki, mən bütün sənədlərimi ideal görürəm, onda siz qeyd etdiyiniz variantlarına bir neçə şirkətə zəng vurur ki, tamam, sənin profilin deyil, amma xahiş edirəm, gir də o tenderə. Gir ver ki, yetər say yaransın. Bu var, amma düşünürəm ki, yaxın bir neçə ildə bu məsələlər də öz həllini tapacaq. Bayaq siz qeyd etdiyiniz məsələ ilə bağlı isə əlavə yollar da var. Məsələn, tender aparılır, böyük bir layihədir, böyük infrastruktur tikintisidir. İstər-istəməz şirkətlər də baxırlar ki, bazarda bu həcmdə tenderi yoxdur, bir şirkətdədir və orada bir savaş başlayır. Bir yolunda mən deyim, ona kartel deyirlər, həmin o CIPS terminlərində. 3 şirkət, 4 şirkət bir araya gəlirlər, deyirlər, yoldaşlar, 50 milyon dəyərində olan tenderdir. Yəni, burada nə qədər profitimiz var? Maksimum 3-5 milyon manat pul qazanacaqsınız da. Dəyərmi ki, bu 4 şirkət biz girək burada savaşaq, qiymətləri demping eləsinlər, yekunda 5 milyon yox, 1 milyon manat, 2 milyon manat referans xatirinə çalışaq. Yox. O zaman nə edirlər? Götürürlər, deyirlər ki, tutaq ki, Xəyyam bəy, Əli bəy tenderə daxil olur, ən baha qiymətləri biz veririk. Siz verirsiniz 50 milyon, mən 55 milyon, digəri 54 milyon. Yekunda sizin qazanacağınız 5 milyon profitdə biz də ortağıq. Buna kartel deyirlər. Ən çox da yaygın olan budur. Heç kəs bunu bilmir. Variant qutarmır. Siz bu yaxında gördünüz də, hətta ötən həftə məlumat verildi. Dünyada AI satın alma, Nvidia hamısı bir-birindən aldı. Yox. AI ilə bağlı ilk satın alma layihəsi Albaniya hökuməti qurdu, nazir təyin etdi və keçən həftə yeyintiyə görə onu çıxartdılar işdən. Parlamentdə müzakirə olunub, o özünü müdafiə edirdi ki, yox. Yəni ona belə yol tapıblar. Dedilər ki, fake-dir, nəsə o xəbər. Bəlkə də ola bilər. Xəbər kimi yayıldı. Yəni özünə kripto alırmış deyəsən. Səhv etmirəmsə, serverlərini təmin etmək üçün. Yəni onu da insan belə deyim də fine tune eləyib də. Ona görə də siz bu satın almalarda məlumatdan, datadan və s.dən danışdınız. Azərbaycanlı şirkətlərin də təmiz datası, CRM sistemi və s. yoxdur. Data yoxdursa, siz bir konsultant kimi, bir satın alma kimi ya da bu satın alma mütəxəssisləri nəyə əsasən qərar verəcək? Həqiqətən gözəl sualdır. Bu data problemi Azərbaycanın əsas problemlərindən biridir, amma onu qeyd edeyim ki, satın almada datanın nə qədər əhəmiyyətli olduğunu hələ də çox insan dərk eləməyib. Elə şirkətlər var ki, mən onlara bildirirəm ki, keçən il aldığın xam malın dəyəri ilə bu ilki arasında nə qədər fərq var, bilmir. Şirkət rəhbəri bunu bilmir və deyirəm, ən önəmli, ən kritik alışın nədir? Sənin üçün həyati əhəmiyyət daşıyan, o olmazsa sənin zavodun dayanacaq, fabrikin istehsalatın dayanacaq. Bilmir. Və yaxud da bilsə belə, deyirəm ki, qiymət artımı data təhlilində necə müşahidə olunur? Yenə bilmir. Deyirəm, data siyasətin qurulub, deyir var. Deyirəm, nə üzrədir? Maliyyə var, ambar var və s. Var olan belə düzgün təhlili yoxdur. Önəmli olan odur. Var, data sistemi olan şirkətlər də var. Amma bu sualı verəndə cavab verə bilmirlər. Ona görə satın almada datanın əhəmiyyəti nədir? Siz birinci doğru data sisteminiz qurulsa, sizin doğru ERP sisteminiz də qurulacaq. Sizin bugünkü alışınızla bir ay öncəki alışının arasında müqayisə apara biləcəksiniz. Məsələn, bu Türkiyədə daha yayğın bir şeydir. Hətta bəzi türk şirkətləri, böyük türk şirkətləri oranın statistika komitəsi ilə bərabər işləyirlər. Komitə şirkətlərə məlumat ötürür ki, xam malın dəyərində artış var. Məsələn, metal artır, nə bilim, tutaq ki, arpa artır və s. artır. Onlar oradan yola çıxırlar, dərhal strategiyalarını dəyişirlər ki, mən nə qədər depolamalıyam özümdə. 2026-cı il gəlir qabaqdan, ən böyük, ən çətin ticarət illərindən biri qarşıdadır. Ona görə də vaxtıdır ki, elə bu ilin sonunda da satın alma bölmələrinə şirkət rəhbərləri öz datalarını təhlil etsinlər. 2025-ci il ərzində biz nə qədər vəsait xərclədik? Yəni, bu bir növ şirkətin səhmdarının vəsaitidir də, bunlar xərcləyirlər, alırlar və s. Doğru aldıqmı, səhv aldıqmı, nə qədər pul itirdik burada? Elə şirkətlər var ki, məsələn, qorxuya düşürlər, deyirlər ki, bu xam maldan
Gəlin 100.000 ton alaq ambara yerləşdirək. Alıb yerləşdirilər, gələn il o qədər istehsal olmur. Bu qədər pul yatır ambarda. Sonra 1 il, 2 il, 3 ildən sonra həmin məhsulları tullayırlar. Bundan ibarətdir. Yəni bunun kökü datanın olmamağı. Data varsa planning var, planlama var. Planlamasıya gətirib bildirirsən ki, gələn ilə mən nə qədər istehsal eləməliyəm. Deyir datanı ver, planlayım. Mən onu hardan çıxarda bilərəm? Deyir, yox, sən özündən çıxart da, yəni gələn hadisələrini hesabla, devalvasiya və s. neftin qiyməti və s. Ondan sonra bir proqnoz ver ki, dünya iqtisadiyyatı hara gedir. Yəni belə planlama olmur da. Ona görə də data çox əhəmiyyətli məsələdir. Yəni ERP və data sisteminiz varsa, onun düzgün təhlilini aparıb siz satın alma strategiyası gələcək illərə qura bilərsiniz. Yəni bu yoxdursa, çox böyük bir risk altındasınız deməkdir. Tamam, siz bir şirkət rəhbəri var idi. Dedi ki, mənim 100 milyon dövriyyəm var. Cidden adam ilə 100, mən heç bir təhlükə yoxdur. Bazarda liderəm və s. Bunu istehsal edirəm xarici bazara, yerli bazara mən satıram. Çox bəsit. 3 nəfər insan bir araya gəldi. Eyni şirkətin fərqli formatını yaratdılar. Biri də həmin şirkətin içində çalışan adam idi ki, şirkətin bütün problemlərini bilirdi. Bilirdi ki, bu adamlar maliyyə dəyərini düzgün hesablamırlar. 2 manata satdığı məhsulu şirkətin rəhbəri elə bilir ki, 1 manat 50 qəpik maliyyə dəyəridir. 50 qəpik oradan pul qazanır. Həqiqətdə 1 manat 80 qəpikdir maliyyə dəyəri. Doğru maliyyə dəyəri yox. Eyni politika ilə demək olar eyni məhsulu yaratdılar. Getdilər xaricdən daha ucuz aldılar məhsullarını, xam mallarını. Daha uzun ömürlü kontraktlar bağladılar. Bir dövr gəldi ki, həmin məhsullar bazardan çıxmağa başladı. Alıcısı yoxdur. Siz girirsiniz marketə, 2 manata da həmin məhsul var, həmişə aldığınız. Eyni məhsul, eyni tərkibli, yerli istehsal 1.50-yə də var. 50 qəpik fərqindən heç kəs gəlib onu almayacaq. Ona görə də sonuncu rüblərdə satın alma rəhbərləri, şirkət rəhbərləri o datalarını təhlil etməlidirlər ki, bizi gələcəkdə nə gözləyir. Elə şirkətlər var ki, tutalım ki, Ukraynadan məhsul Azərbaycana ixal edirdilər. Bütün o tədarik zəncirləri bir ölkədən asılı idi. Bir dəfə də olsun fikirləşməyiblər ki, biz bunun alternativini Hindistana baxaq, Çinə baxaq, Avropaya baxaq. Adam düşünür ki, gətirib satıram da, pul qazanırım. Pul qazana-qazana nə bilim ki, ferma qururam, təkər işinə girirəm və s. O hallar olduğuna görə də heç bir həmin şirkətlərdən heç biri bugünkü gün qalmayıb bazarda. Hamısı çıxıb gediblər. Bəs 2026 böyle dediyimiz kimi də 2026 iqtisadi olaraq biraz təlatümlü il olacaq. Okay. Müəyyən qədər kapitalizmin yəqin ki buna qarşı bir şeyləri var, açarları var. Elə insanlar var ki, orada daha yaxşı pul qazanacaqlar, çünki böhran həmişə böyük imkanlar yaradır və əgər sən o imkanı görürsənsə. Amma satın almada bəs şirkətlər 2026-da nəyə fikir verməyə başlayacaqlar və ya nəyə fikir versələr daha yaxşı olar? Ümumiyyətlə dünyanın gedişatı ilə bağlı geopolitik məsələlərə mütləq qaydada fikir verilməlidir. Nəinki satın almasla şirkət rəhbərləri də. Yəni şirkətdə də risk bölmələri var. Riskləri təhlil edirlər ki, bizi hansı risklər gözləyir. Amma o geopolitik məsələlərə qoşulmurlar. Siz hər halda məndən daha yaxşı bilərsiniz. Özbəkistanda artıq son dönəm hamı Özbəkistandan danışır. Bəli. Özbəkistan inkişaf eləyir, Qazaxıstan inkişaf eləyir və s. Onlar da Azərbaycan haqqında onu danışırlar ki, Azərbaycan inkişaf eləyir. Yəni Orta Asiyada 2026-da rəqabət sürətlənir. Bu bir. Azərbaycanın bu gün ən böyük satdığı bazar Rusiya bazarıdır da. Kənd təsərrüfatı məhsulları, istehsalat və s. ora daha çox fokus olub. Bu gün bizim 2 manata satdığımız Rusiya bazarında narı hər hansı bir özbək 1 manat 50 qəpiyə başa gətirsə eyni keyfiyyətdə bizdən almayacaqlar deməkdir. Bu birinci risk. Məsələn, Türkmen pomidoru, qaz orada pulsuzdur deyə. Qaz pulsuzdur. Deyə parniklərdə çoxlu sayda pomidor var. Kənd təsərrüfatı sahəsində olan insanlar birinci növbəli fikirləşməlidirlər ki, növbəti ildə Orta Asiya ölkələri ilə bizi hansı rəqabət gözləyir? Bu bir. 2. Biz istehsal ölkəsi olmağa çalışırıq. Qeyri-neft sektorunu daha çox inkişaf eləməyə fokuslanmışıq. Bu bizim dövlətin əsas strategiyasından biridir. Ona görə də biz istehsal müəssisələri qurarkən və yaxud da mövcud olan istehsal müəssisələrimizi çalışdırarkən mütləq qaydada dünyanın gedişatını, iqtisadi məsələləri, texnoloji məsələləri təqib eləməliyik. Növbəti il üçün isə məsələn AI-ın özü ilə bağlı, robototexnika ilə bağlı
partlayış məsələlər gözlənilir. Artıq Avropanın bəzi şirkətləri, məsələn Amazon kimi böyük şirkət 600 min işçini ixtisara hazırlaşır. Yəni ona kənardan baxanda o artıq bərabərdir cost optimizasiya deməkdir. Gələn illə bağlı Azərbaycanda da banklarda böyük ixtisarlar gözlənilir. Ola bilər. Yəni bu ixtisar Mənası dediyimiz işçi çıxartmaq deyil də. Amma ixtisarın mənası kostun azaldılması, optimizasiya. Aha, deməli biz artıq siqnallar alırıq ki, gələn illə xərclərimizi azaltmalıyıq. Bu 1. 2. Satın alma bölmələri nə etməlidir? Qənaət strategiyaları hazırlamalıdır. Daim rutin aldığı alışlarda, strateji alışlarda qənaəti necə əldə etməliyəm, onu düşünməlidir. Onunla bərabər yeri gələrsə xarici daha əlavə partnyorlar araşdırılmalıdır. Məsələn, elə şirkətlər var ki, tutaq ki, xaricdən 1-2 şirkətlə çalışırlar, amma 20-30 şirkət var ki, həmin məhsulu satır. Daha çox bazar araşdırması eləməlidirlər ki, bir şirkətdən baha qiymətə aldığımı, sabah o qiyməti qaldırsa mən alternativ başqasından alım. Bizim ən böyük boşluqlardan biridir ki, o yoxdur. Bundan əlavə olaraq texnologiya gəlir. İndi məsələn sizin şirkətinizdə, bir müəssisənizdə 5 nəfər satın alma komandası var. Ola bilər ki, Azərbaycana gələn ilin sonlarında şirkətlər gəlsin desin ki, mən onu AI agentlarından əvəz eləyirəm. 5 nəfərin 4 nəfərini eyni qaydada qiymət sorğusu eləyir, telefon zəng eləyir və s. Avropada bunun üzərində çalışırlar. Yəni ümumi desək, dünyada baş verən bütün qlobal hadisələri, bütün siyasi məsələləri almayın da o agentlar. Satın almadı. Zaten biz almırıq ki, ona görə satıcı onu heç vaxt satın almaçıya onu qeyd eləmir. Şirkətin rəhbərinə, səhmdarına, idarə heyətinə bildirir ki, tamam 300 nəfər işçim var. Nə ehtiyac var ona? Mən onu bir dənə AI ilə əvəz edirəm. Məsələn, bu təhlükə ən çox satın almadan çox birinci gəlib vura biləcək sahə call centerdir. Müştəri əlaqələri. Məsələn, elə bank var, orada 200 nəfər call center var. Mən bu məsələni araşdıranda 10 nəfər insan tələb olunur həqiqətdə. 10-15 nəfər insanı bir araya gətirib Azərbaycanda call center sisteminin AI ilə avtomatlaşdırılmağını rahat şəkildə qura bilərsiniz. Hər ləhcədə danışa bilən bir insanı dəvət edirsiniz. Machine learning-i bilən və AI strukturunu qura bilən adamı dəvət edirsiniz. AI fine tune eləyərək bir produkt hazırlayır. Yəni bir 100 min, 200 min dollarda maksimum xərici olur ki, onu yarat. Sonra gəlir banklara deyir ki, 200 nəfər insanımıza ehtiyac yoxdur. Şəkil ləhcəsində danışır, Naxçıvan ləhcəsində danışır, yeri gəlsə Talış ləhcəsində danışır. 7-24 yatmır, daim zənglərə cavab verir, məhsul hazırdır. Və onu tətbiq edirsiniz sizin ümumi CRM sistemi. Artıq falan banka zəng eləyəndə oradakı Aytaç xanımın yerinə tutaq ki, AI agent cavab verir. Eyni şey procurementda da mümkündür. AI agentları deyirsiniz, Azərbaycanın bir də startup ekosistemi var, hansı ki çox vacibdir. Bəs burada özəl sektor yerli startuplara, yerli balaca şirkətlərə güvənirmi? Məsələn, deyirsiniz ki, AI agentlar almaq lazımdır da. Mən isbat edə bilmərəm, amma and içə bilərəm. Siz də böyük bir qurumun satın almasındasınız. Qarşınıza xarici bir dənə şirkət gəlsə, Yapon, İspan, Amerikan, bir dənə də yerli şirkət gəlsə, Hafiz Vəliyev. Tamam. Hafiz Vəliyevi seçməyəcəksiniz. Niyə seçmirsiniz, qardaş? Və bu startup necə böyüsün? Tamam. Buna belə formada cavab vermək istəyirəm. Gəlin buradan başlayaq. Birinci seçib seçməmə ilə bağlı. Azərbaycan dövlət satın almalarında da bu qanun var ki, yerli şirkətlərə üstünlük verilməlidir. O təcrübə və səriştəyə sahib olduğu təqdirdə. Əgər hər ikisi, həm xarici və yerli şirkət varsa qarşınızda və ədalətli satın alma sistemi qurulan bir şirkətlə üzbəyüzsüzsə, sizi seçmək şansları var. Və hal-hazırda Azərbaycanda da olur ki, bəzi yerlərdə buna üstünlük verirlər. Niyə vermirlər? Sualım əsas qaynağı buradadır. Dəfələrlə mən də sizə isbat gətirə bilərəm ki, həmin yerli şirkətə güvənilib, layihə verilib, lakin %70-60% civarı aralığında şirkətlər layihəni uğursuz nəticələyiblər. Bu xəbər digər şirkətlərə də yayılıb deyə onlar artıq güvən yarada bilmirlər. Mən bir bina tikirəm. O binanın tutaq ki, metal konstruksiya hissəsinin dəyəri 20 milyon manat dəyərindədir. Və o metal konstruksiyada millimetrovka səhv olarsa, millimetr həcmində, o binanın ümumi konstruksiyasında gərək yenidən işlər görülsün. Yəni risk millimetrdədir. Mən millimetri həmin o Xaliq MMC-yə güvənməyimdən ötürü Xaliq MMC-nin mənim qarşıma çıxmağa yetər say qədər sənədləri olmalıdır.
əvvəlki layihələri olmalıdır ki, və bundan əlavə güclü komandası olmalıdır. Əgər onu isbat edə bilirsə, təbii ki, şans verilir. Bu bir. İkinci məsələ, yerli startaplarla bağlı. Biz satın almaçılar öz karyeramız dövrümüzdə demək olar hər həftə bir yeni şirkətlə görüşürük. Bəlkə də minlərlə şirkət rəhbəri ilə görüşmüşük ki, bizdə bir məhsul var, bunu satırıq, bu xidməti satırıq və s. Və yaxud yeni startap layihə. Xüsusilə startap zehniyyətində olan girişimci iş adamlarında ortaq bir özəlliyi var. Demək olar hamıda eyni bir şeydir. O dayanıqlılıq məsələsi var ki, o düzgün qaydada, dayanıqlı formada bazara girin. Resilience. Bəli. Ordadır. Düyün nöqtə ordadır. 1, 2, düzgün təqdim etmək yoxdur. Mən Azərbaycanda startap layihəsi quran adamla oturub danışmıram. Adamın əlində elə bir məhsul var ki, demək olar hamıya lazımlıdır. Adam gedib onu oturub təqdim eləyə bilmir. Adam IT mütəxəssisidir. IT mütəxəssisinin ikna etmə bacarığı yoxdur. Təqdim etmə bacarığı yoxdur. Real deyim də o texnik adamdır. O kəşfdir, ixtiraçıdır. O onun komandanı yığıb idarə eləyib bu məhsulu ortaya çıxardıb. Gəlir oturur böyük bir zavodun qarşısında, bir zavodun müəssisənin CEO-su oturub. Deyir, buyurun təqdim eləyin. Printer qoşum. Oturur kabel axtarır orada ki, bizdə və yaxud da notebook açır belə fırlayır ki, mənim belə bir məhsulum var. Almayacaqlar. Onun yerinə bir türk şirkəti. Qəşəng yerə toxundunuz. Neynəməlidir? Bax Türkdən misal verərək. Təqdimat bacarığı. Bir startaper böyük şirkətdə satın almanın qarşısına gedəndə necə hazırlaşmalıdır? Elə bu çox gözəl. Qəşəng yerə gəlmiş. Nəinki startaper, bütün şirkətlərə aiddir bu, satıcı şirkətlərə. Amma türklərdən də misal verin də, onlar yaxşı satır. Hə, onlar yaxşı satır. Doğrudan yaxşı satırlar. Bəli. Əgər siz startap layihəsisinizsə, yeni bir qurduğunuz məhsul var, hansı ki Azərbaycan bazarında buna tələbat var. Birinci növbədə düzgün alıcını seçməkdir. Mən neft-qaz məhsulları istehsal edən zavodam, siz mənə gətirib kənd təsərrüfatı məhsul sahəsində olan bir məhsulu sata bilməyəcəksiniz. Səhv yerə gəlmisiniz, mənim zamanımı alırsınız. Birinci növbədə düzgün alış yerlərini, hansı şirkətlər bunu alır, onu təhlil etməlidirlər. Bu bir. 2. Görüşə gedərkən mütləq qaydada geyim, yəni zahiri görkəm önəmlidir. Yəni polo tişörtdə 10 milyon manatlıq gəlib layihəni satmaq çox çətin məsələdir. Yəni orada Nə aidiyyatı var? Niyə də? biz də ona ciddiyyət deyirik də. Yəni tamam da biz Prada'dan polo alıb. Sonuncu maaşını verib Prada'dan polo alıb. Mən bir dostum var. Uzun müddətli böyük bir şirkət var Azərbaycanda. Onunla çalışmaq istəyir. Deyir, çalışa bilmirəm. Gedirəm qapıdan, yəni yola verirlər də məni. Deyir, axırda getdim Rentekara. Bir dənə 500 min manat dəyərində Maybach götürdüm Mercedes. Oturdum ona. Zəng vurdum ki, onun müdirinə mən sizdən görüşə gələm. Deyir, onların zavodun həyətinə daxil olanda gördüm ki, müdir gördü. Deyir, yanaşma dəyişdi. Otağına dəvət elədi, miting ruma yox, daha belə gözəl bir süfrə açdılar. Buyurun biz istəyir və satdım. Önəmli olan sizin şey arayır. Ona görə polo geyinmirsən. Türk şirkətləri Azərbaycana gələndə onlar bilirlər ki, hansı formada gəlməlidirlər. Öncədən hazırlaşırlar. Ona görə gələndə bir baklava gətirirlər ki, bu xüsusi Antep baklavasıdır, sizin üçün hazırlatdırdıq falan filan. Oradan daxil olurlar. Aeroportda alır bəlkə də tüfürdə. Satış sahəsində olan əməkdaşlar bunu daha yaxşı bilirlər. Getmədən təhlil edirlər. Adamın psixoloji xarakterini, vəziyyətini. Görüşəcək adamı. Görüşəcək. Zəng vurur telefonda, görür ki, əsəbidir, deyir, "Yox, bu gün getməyə görüşə." O məsələlər var. Və yaxud da siz tam hazırlıqlı gəlmisiniz. Mən satın alma müdiriyəm. Səhər evdən çıxanda evdə tutaq ki, həyat yoldaşımdan dava eləyib çıxmışam. Bu gün bütün günüm qaradır. Siz gəlirsiniz ki, hansı bir layihə mənə satmaq istəyirsiniz, keçməyəcək. Ona görə də qarşı tərəfdədir hər şey. Yəni işin açarı satandadır. Siz Azərbaycanda bir xanım var idi, gənc, 14-15 yaşında, Trumpın qızı tərəfindən startapı yağışdan enerji almaq. Yağışdan enerji almaq. Həqiqətən startapınız belə deyim də, insanlara fayda verə biləcək yerdədirsə, düzgün təqdim eləyə bilirsinizsə, illa da onun alıcısı tapılacaq. Bir investor çıxacaq ki, sizə investisiya eləsin. Azərbaycan startapçılarında bir dənə də ortaq xüsusiyyəti deyim, məqsəd problematikdir. Məqsəd neyiniyim ki, 2 ilə milyonçu olum? Okey də bunu tez bir bazarda satım, investor cəlb edeyim, ölkədən çıxım, tərk edeyim. Ona görə neçə şirkət olub, gəlib görüşmüşük, eləmişik. Demişəm ki, yoldaşlar,
biraz long term fikirləşin də. İndi 2 milyon manat qazanıb xaricdə bir dənə pizzeriya alacaqsan, ömrünün axırına qədər Kanadada, Amerikada oturub pizza işlədəcəksən də. Yəni sən təzədən gəlib bu investisiya eləməyəcəksən də. Reallıq budur. Qısa zamanda tez pul əldə etməkdir. Yəni qısa pul əldə edim. Orada uduzuruq biz. Amma elə bir məhsul çıxarda bilərsən ki, deyə bilərsən ki, mən bu məhsulu 5 ildən sonra daha da təkmilləşdirəcəm. Bəli. 5 illik perioda girirəm. Bu periodda yoldaşlar mənə investisiya eləyin, dəstək olun. Dövlətin də bu proqramları var, holdinglərin də bu proqramları var ki, təklifin varsa, gəl investisiya eləyəcəyik, amma doğru formatda gəl. Mən neçə şirkət olub görmüşəm ki, gəliblər, o düzgün təqdim edə bilmirlər. Problem burdadır. Adam satış qabiliyyəti sıfıra bərabərdir. Gəlir yorğun halda oturur belə. Məndə bu məhsul var, mən istəyirəm siz mənə investisiya qoyasınız. Baxırsan ki, adamın özü həyatda yoxdur. Bəlkə bir həftədir gecə yatmır, çalışır. Onu hər Mənim satın yoldaşım Paşa Holdingdə startap qalibi oldu. 2 həftə əvvəl 100.000 manat dəyərləndirmə aldı. 1 qəpik də mənə çatmadı, amma 100.000 manat. Sənə niyə çatmadı? Nə deyirlər ona? Bu şeydə yoxdur. Dinimizdə, zamımızda adı yoxdur. Yox, yox, Zəkatdan. Sədəqə kimi verirsən. belə temalarda din lazım olur. Məsələn, mən indi siz dediniz, yadıma düşdü. Akselerasiyada olanda 2 məqam yadıma düşdü. Orada ayrıca satış webinarı deyilən bir şey vardı ki, məhsulunuzu necə satmalısınız və təqdimatınızı necə eləməlisiniz. Bota idi mənim mentorumun adı. Bota mənim təqdimatıma baxdı, götürdü başqa bir təqdimatları göndərdi ki, bunun üzərində eləməlisiniz. Təqdimatınız məsələn deyir ki, çox uzundur və uzun cümlələr var. Ona ehtiyac yoxdur. Siz rəqəmlə göstərməlisiniz ki, bunu indiki rəqəmlər budur. Bunu eləyəndən sonra bu rəqəmləri alacağıq. Nəticə budur. Məsələn, mənim sonuncu cənab nazirə elədiyim təqdimat məhz Botanın təklifi ilə olan bir şeydir ki, dövlət burada nə qazanır? Misal üçün bizim bu layihə keçərsə. İkinci məqam, orada elədiyim bir dənə səhv yadıma düşdü. O vaxta qədər mən onu səhv kimi qəbul eləmirdim. Deməli, yığdılar biz Astana Xaba və dedilər ki, dövlət nümayəndələri gəliblər. Onlarla görüşəcəksiniz və məhsulu təqdim edəcəksiniz. Təbii ki, Astana Hakimiyyətinin ekologiya şöbəsinin adamları da gəliblər ora. Əslində mənim istədiyim adam o masada deyildi, yuxarıda idi. Mənə dedi ki, get görüş. Dedi ki, get görüş, daha boşdular orada. Mən baxdım ki, adam bax belə oturub, belə telefondadır və heç yerə baxmır. Və təqdimat müddətində ki, bəs bu startapları nə edəcəklər? Bu adam heç nə etməyib. Vərəq verilmişdi ki, dövlət idarələri öz problemlərini yazsınlar ki, biz istəyirik ki, bizim bu problemimiz var, bu problemimiz həll olunsun ki, startapla danışanda pointlərin üzərindən gedə bilsinlər. Bu bir dənə də bənd yazmayıb. Mən gəldim belə kişi oturdum yanında. Dedim ki, bəs mən falan şeysən, başını belə qaldırdı. Dedim, budur, qayıtdı ki, bizim resursumuz yoxdur. Yəni mən əslində uzaqdan qiymətləndirsəydim, amma mən nə etdim? Sonra gedib yaxınlaşanda adam dedi ki, sən Astana Innovation rəhbəri var, o 2-ci mərtəbədədir, qalx onun yanına. Çünki istənilən halda o ekologiyadan gələn adam heç nə həll eləmir. Ona o məsələni o Astana Innovation-dan deyəcəklər. Mən artıq 2-ci dəfə onun yanına qalxdım. O deyir ki, hə, düz adamın yanına gəlmişsən, təqdimatı göndər mənə. Avropa şirkətləri, Türk şirkətləri yaxşı təqdim etmə bacarıqları var və satırlar. İndi dünyada yeni bir, belə deyim də, dünya o raket atmosferə çıxandan sonra bir arxa hissəsini ki, buraxır, lazımsız hissəni. Dünya o dəyişə-dəyişə gedir o formada, daha bir fərqli bir yerə. Bu ticarət qaydaları o qədər sürətlə dəyişir, o qədər güclü savaş başlayır ki, ticarətdə. Mütləq qaydada bizim yerli şirkətlərdə bu sahədə düşünməlidirlər. Baxın, Çin firmaları istənilən bir Avropa məhsulunu istehsalı ilə məşğuldur və biz Azərbaycanda heç vaxt görməmişik ki, bir Çinli bir şirkət gəlsin. Çox nadir hallarda. Bizdə bu məhsullar və s. amma Türk şirkətləri gəlir, Avropa şirkətləri gəlir. Siz təsəvvür edin ki, bir neçə ildən sonra Çinli iş adamları gəlirlər Azərbaycan bazarına eyni qaydada təqdim etməklə. O qədər böyük təsiri olacaq bunun. Bunu Avropalılar bilirlər. Ona görə də əvvəllər biz gəlib Avropalıya deyəndə ki, mən səndən bu avadanlıq almaq istəyirəm, get cavab verirdi və s. İndi biləndə ki, Azərbaycandan, Orta Asiyadan belə bir sifarişlər var, dərhal durub gəlirlər ki, müştərini itirməsinlər. Hələ ki, Çinlilər bu sahədə aktiv fazaya keçməyiblər, oturub istehsal eləyirlər, ucuz qiymət verirlər, gəl mənim qapımdan al. Nə istəyirsən sənə qapımda eləyirəm. Amma Çinlilərin də danışıq aparmaq qabiliyyəti çox güclüdür də. Yəni adamlar
bir məhsullarının kimsə gedirsə onlardan məhsul almağa, bu avtomobil sektoru ola bilər. Çox güclü danışıq qabiliyyətləri var və adətən öz xeyirlərinə tamamlaya bilirlər. Bəli, onların ticarət qaydaları, anlayışları Avropadan fərqlidir. Məsələn, siz qeyd etdiyiniz kimi avtomobil sahəsində ola bilər olsun, amma digər sahələrdə çox boşluqları var. Azərbaycandan neçə nəfər adam tanıyıram, Çində satışçı olaraq çalışır, Avropaya, Rusiyaya mal satır. Niyə? Türk dilini bilir, ingilis dilini və bunların dil problemi var. Dil problemindən əlavə bunların təqdim etməyində də problem var. Bunların öz metodikası var. 30 səhifəlik təqdimat göndərirlər ki, mən yekunda dəmir profil satıram. 30 səhifəliyin hərəsini 1 dəqiqəndə yarım saat vaxt eləyir də. Onlara başa sala bilmirsiniz ki, Şərqdə, Avropada buna baxmırlar o qədər də. Onu daha qısa, daha vizual eləyin. Ona görə də türk şirkətlərindən təqdimatlar gələndə 30-40 saniyəlik video formatında gəlir. Biz sizi buradan buraya gətirəcəyik və s. Yəni ticarətdə daha fərqli bir era başlayır ticarətin şeyi ilə bağlı. Orta Asiya ölkələri demək olar ki, artıq bizə bəzi sahələrdə keçiblər, bəzi sahələrdə rəqibdirlər. Artıq iş adamları, sahibkarlar bunun üzərində daha çox. Nəyi səhv eləyirik ki, 3-4 ildir özünə gələn Orta Asiya gəlib bizi keçir? Çünki Turalın danışdıqlarına görə biz nə qədər ərazi ölçüsündə onlardan balaca olsaq da, onlar bizə çox Avropalı, çox inkişaf etmiş baxırlar. Əslində rol model kimi baxırlar. Ki onsuz da eləyik. Yəni belə Bakıdan indi çıxmasan, bu ətrafda qalsan, doğrudan da Bakı kifayət qədər müasir, şirkətlər müasir və s. Niyə onlar gəlib keçirlər? Nədir? Təzə o birinci başlayandakı bu grow rate-dir, onları bu qədər önə çəkən, yoxsa bir şeyi tutublar, biz hələ tutmamışıq söhbəti? Əsas məsələ araşdırmadır. Bizim ən böyük problemlərdən biri pul qazanan şirkətlərdə researching məsələsi, development məsələsi dayanır. Mən ötən il Almaniyada olanda 30 böyük şirkəti gəzdik. Yəni 100 yaşdan aşağı şirkət yox idi. Hamısının 120 yaşları var idi. Və qeyd etdikləri maraqlı bir cümlə var idi. 1970-80-ci illərdən bizim şirkətlərdə bir departament yaradılıb. O Research and Development. R&D. Bəli. Bizdə yoxdur demək olar. Yoxdur. Bu departament deyil, bu mindsetdir, təfəkkürdür. Siz şirkət sahibisiniz, böyük bir müəssisəni idarə edirsiniz, amma developmentlə, şəxsi inkişafınızla belə məşğul deyilsiniz. Təfəkkür olaraq ümumiyyətlə xəbəriniz yoxdur ki, dünyada nələr baş verir. Bizim ən böyük problemimiz bu araşdırma, gelişmə, şey məsələlərində səhlənkar və rahat yanaşmağımızdır. Bizi dinləyən gənclər üçün yəni möhtəşəm karyera fürsətidir ya. R&D-də inkişaf etmək, satın almada inkişaf etmək. Bu həmişə ehtiyac olacaq bir şeydir də. Məsələn, mən orada soruşdum ki, sizin funksiyanız nədir? Bu saniyə nə iş görürsünüz? Tamam, departament olaraq varsınız. Dedi, biz traktor üzərində çalışırıq ki, insan yoxdur. Google Map-dən sahəni veririk. Siz oturmusunuz Bakıda, məsələn, Cəllabaddakı traktoru işə salıb telefonla sahədə gübrələnməni eləyə bilirsiniz. İnsana ehtiyac yoxdur. Deyirəm, bunu niyə eləyirsiniz? Deyir, çünki dünya 2030-da bütün rəqib şirkətlər bundan gəlirlər bazara. Savaş gedir orada. Ona görə də həm əgər research development yoxdursa, şirkət sahibləri, idarə heyəti xüsusilə bu riskləri bilməlidir. Ən ön cəbhədə savaşanlar onlardır. O qədimdə necə idi? Bir savaşçını göndərirdin, düşman sıralarına sızıb oradan sənə bilgi gətirirdi ki, bunlar fərqli taktikaya keçirlər, hazırlaşırlar. Biz belə hücuma keçirik, onlar yandan gələcəklər. Ticarət də bu formadadır. Sizin fokusunuz məhsulun kalitəsini artırmaqadır. Sizinlə eyni segmentdə olan rəqiblərinizin fokusu kalitəni artırıb kostu da azaltmaqdadır. Onlarda bir kateqoriya daha çox sizdən var hədəf olaraq. O kostu azaldıb kalitəni qaldırır, keyfiyyəti qaldırır. Siz kostu azaltmadan, kostu artıraraq artıq rəqabətdə udursuz. O gedir innovasiyanı araşdırır, dünyada nələr baş verir, xarici araşdırmalar edir və s. Bu Orta Asiya ölkələrindən Özbəkistan, Qazaxıstan və s. əsas bu iki ölkədir ki, bizlə rəqabətdədirlər o korporativ dünyada. Onların ən əsas xüsusiyyətlərindən biri araşdırmadır. Durmadan araşdırırlar. Tamam, mən istehsal edirəm, liderəm bazarda, xarici ölkələrə məhsul satıram. Məni 2040-da nə gözləyir? Falan su qıtlığı ola bilər, texnoloji problemlər ola bilər və mən ona hazırammı? Bizdə ən böyük boşluqlardan biri budur ki, çox rahatıq, çox arxainik. Yəni ona görə də mən həmişə dediyim o olub ki, biz nə ediriksə edək, individual şəxs olaraq və şirkət olaraq yox,
məhz ölkəmizi düşünməliyik. Siz bu gün şirkət olaraq uğurlu şirkət ola bilərsiniz. Milyonlarla manat sizin səhmdar pul qazana bilər. Amma ölkə olaraq biz zəifləyəndə siz də zəifləyəcəksiniz. Ona görə də mütləq qaydada elə etməliyik ki, bir community formalaşmalıdır iş adamları özləri gelişməlidirlər, özləri inkişaf eləməlidirlər ki, gələcək rəqabətə tab gətirə bilsinlər. Təsəvvür edin, araşdırmada biz bəzi sektorları araşdırırıq. Tutaq ki, metal almalıyıq, məsəl götürürəm. Məsələn, baxırsan ki, Rusiya metal bazarında lider ölkələrdəndir. Ən aşağı qiymət onlardandır. Bir aydan sonra bütün statistika dəyişir. Hindistan X bir şirkəti girir ortaya ki, mən Rusiya bazarından daha aşağı verirəm. Və yaxud da baxırsınız ki, Afrika ölkəsindən, hansısa Afrika ölkəsindən bir şirkət gəlir deyir ki, mən də varam bazarda. Rəqabət yaranır. Çin bu yandan gəlir ki, ümumiyyətlə mənəm lider metalda. O qədər sürətlə inkişaf edirlər. O qədər yeni. Məsələn, Amerika tamamilə fərqli bir dünyadır da ticarət baxımından. Onlar tamamilə ayrı bir dünyadılar. Onların öz qayda qanunları var. Deyir, mən ən baha satıram, amma ən kalitəli satıram. Yəni, amma bir də görə bilərsiniz ki, Amerikan şirkətləri gəliblər bura. Bir də görə bilərsiniz ki, hansısa bir özbək şirkəti Amerikadan falan şirkətin falan sahənin texnologiyasını öyrənməklə bağlı orada treyninqlərdədirlər. Gedib bilgini alıb gətirirlər. Ona görə dediyim kimi bilgi gücdür. Həqiqi şirkətlərin gücü məhz bilgidədir. Bu Qazaxıstan misalında orada iki dəniz vardı. Aral dənizi vardı və Şimali Aral dənizi var idi. Aral dənizi qurumuşdu və onlar qarşılarına bir məqsəd qoymuşdular ki, bu research-də Şimali Aralı qorumaq lazımdır. Nəticədə 20 milyon kub santimetr 20 milyon kub santimetr su bərpa olunub Şimali Aralda, balıq gəlib, ekosistem gəlir və ətraf, çünki bir dəniz quruysa ətrafda olan balıqçılıq ölür də, yəni o kənd ölür, o sahə ölür də. Şimali Aral dənizi bərpa olunub, daha tez çatıblar bu rəqəmə. Kəndlər bərpa olunmağa başlayıb, balıqçılıq sektoru olmağa başlayıb, turizm, quşların miqrasiyası və s. Məsələn, Xəzər çəkildikcə burada olan ekosistem ora köçməyə başlayacaq. Bunu da nə üçün ediblər? Onlar deyirlər ki, Xəzər quruya bilər, amma bizim daxilimizdə dəniz var da, bunu qorumaq lazımdır. Yəni adamlar o hesablama şeyləri çox güclüdür. Məsələn, Astana Hub'ın özü belə bir qəsəbə boydadır. İçərisində kafeteriya, idman zalı, yüksək sürətli internet və s. və s. Hər şey elə planlanılır Bizdə ki, texnologiya parkın özü yoxdur fiziki olaraq. bizdə rəqəmsaldır da, texnopark, amma özü yoxdur. Fiziki olaraq özü yoxdur. Yəni o hesablam orada 2 universitet var onun içərisində. Qazaxıstan Universiteti falan yerləşir onun içində. O məhz planın nəticəsidir ki, biz bunu ona görə edirik ki, tutaq ki, 2040-da, 2050-də şey eləyəcəyik, yəni, nə edəcəyik? Misal üçün, əlinin xoşu gəlmir o sualdan. Kiməsə sual versən ki, 5 ildən sonra hardasan, heç kimin heç bu barədə bir fikri yoxdur. Halbuki olmalıdır əslində. Yəni yazsa, kalkulyasiya vursa, deyək ki, 5 ildən sonra mən özümü maliyyə olaraq belə görürəm, nə bilim, mədəniyyət olaraq belə görürəm. İndi o sualı mütləq qaydada şirkətlər özlərinə verməlidir ki, 5 ildən sonra biz hardayıq? O barədə təfəkkür edəndə artıq öz boşluqlarını görürlər, hardan nəyi etməli olduqlarını da biləcəklər. Yəni bu ticari məsələsində ölüm-dirim savaşıdır da, yəni artıq daha da şiddətlənir. Avropanın tarixinə baxanda görürsən ki, Avropalılar necə oldu? Gəldilər, şərqi keçdilər. Həqiqətdə çox bəsitdir, acından ölürdülər. Və düşündülər ki, biz nə etməliyik ki, ticarəti gəlib İstanbuldan, Türkiyədən, Osmanlı imperiyasından Deyirsiniz gələn acından öləcəyik. Yox, ölməyəcəyik. Yox. Biz ümumiyyətlə deyirəm, o insanda qorxu başlayanda ki, panika başlayanda ki, mən necəsə sağ qalmalıyam. Minir Portuqaliyadan gəmiyə, bata-bata, ölə-ölə gəlir çıxır Çinə, Hindistana, ədəvanı gətirir Avropaya. Və ondan sonra başlayırlar dirçəlməyə. Sonra deyirlər, yox, dayanmırıq. Gəminin üzünü döndər bu tərəfə. Gedə görə orada nə var? Gəlib çıxırlar ki, tamamilə fərqli qitə Amerika. Neyiniyək? Pomidor, kartoşka və s. ət məhsulları gətirək Avropaya. Və bir anda şərq gördü ki, bunlar ticarətdə artıq biz onlardan alırıq. Gəldilər, dedilər ki, Osmanlı imperiyasına, Rus imperiyasına, siz mənə bunu tədarik edirdiniz, mən sizə pul verirdim. İndi pul vermirəm. Mən sizə pomidor verirəm, kartof verirəm və digər məhsullar verirəm əvəzində. Danışıqlara gedəndə, indi biz bu məsələyə biraz toxunduq, elə son olaraq danışıqlara gedəndə deməli, təqdimata fikir verməliyik, geyimimizə fikir verməliyik. Bəs danışıqlar
onun meydanında olmalıdır, neytralda olmalıdır, yoxsa öz meydanımızda olmalı? Əksər hallarda satan adam alıcının qapısına gedir ki, mənim bu məhsulum var. Amma elə hallar var ki, satan adamın gücü daha çoxdur, alıcı onun qapısına gedir. Hətta alıcı gedib onun qapısına yalvarır ki, bu məhsulu mənə sat. Və ondan sonra bir neçə alıcılar gəlir, yalvarır ki, o məhsulu mənə sat. Elə məhsul var ki, onun üzərində alıcıların savaşı başlayır. Orada satın alma menecerləri, satın alma rəhbərləri çox böyük məsuliyyət düşür üzərinə. Get ikna elə ki, $1 yuxarı o xam malını qaldırmasın. Digəri gəl deyir, 1.10 verirəm mən. Necə etməlisən ki, o qiyməti onda... Koefisiyent qalxır. Hə, ona görə də o bizdə ayrıca bir bölmə var, müzakirələr, negotiation məsələsi. O tamamilə ayrı bir bilgi öyrədir insana. Elə bir satıcı olur ki, əlindəki məhsul həyata əhəmiyyət daşıyır alıcıya. Mütləq qaydada mən onu almalıyam da, amma onun satdığı qiymətə yox. O satır $100, mənim target price-ım $60. Necə salım onu 100-dən 60-a? O başlayır bəhanələr gətirməyə ki, mənim maya dəyərim 80-dır. Burada artıq o müzakirələr işə girir. Sən onu da artırsan, o səni qaldırır öz qiymətinə ki, orada artıq ortaq nöqtəni tapmaq lazımdır. Bu bir. İkinci məsələ də odur ki, elə alıcılar var ki, ümumiyyətlə bizim ən böyük problemlərdən biri də satın almada budur ki, satıcıları ignora qoyma. Bir şirkətin əlində hansısa məhsul var, sizin maya dəyərinizə təsir eləyə biləcək. Satın alması telefonu götürmür. E-mail yazır, baxmır. Zəng vurur call center-a, reception-a ki, satın alma bölməsinə, telefonlara cavab verən yoxdur. Bunu indi eşidəndə ən böyük şey kimi olacaq ki, həqiqətən də bu problem satıcı şirkətlərin ən böyük əziyyət çəkdiyi bir şeydir. Deyir, mən bilirəm o maya dəyərinə təsir eləyəcəm. O xəbəri yoxdur ki, məndən. Mən gələm, oturub telefonla oynayır görüşdə. Mən ona idealını giyinmişəm, keçirmişəm, təqdimatım hazır, şirkətimin referansları var. Satın almacı marağı yoxdur. Küsüb həyatdan, oturub orada özü üçün fikirləşir. Telefonla, danış. Deyir, gəlirsən təqdim edirsən ki, bunu şirkət rəhbərliyinə çatdır. Çatdır ki, qərar versin. Yəni, sizə görə deyirəm, almayacaqsa sizin rəqibə gedib satacam. Bu dəfələrlə də olub. Sonra həmin şirkətin hansı ki, satın almacı layiqiyyət yanaşıb, o şirkətin rəhbəri xəbər tutub ki, falan şirkət var bazarda. Bunlar mən aldığımdan daha ucuz verirlər. Maya dəyərimi salsa, mən bazarda daha çox müştəriyə satacam. Gediblər qapısına satmayıb həmin adam. Deyib, məsələn, $1 sizin rəqibə satıram bu xam malı. $10 versiniz də satmayacam. Niyə? Bir il əvvəl siz mənə o hörməti göstərdiniz. Ona görə də o open door, açıq qapı prinsipi olmalıdır. Satın almacılar mütləq qaydada dinləməlidirlər ki, qarşı tərəfdə nə var. Hələ yerli şirkətdirsə, kiçik şirkətdirsə, danışıb fürsət verməlidirlər ki, bunlara nəsə bununla bir layihə eləyək. Gəlin bir test məqsədli verək görək, bu işi yerinə yetirə bilir yoxsa yox. Həqiqətən yerinə yetirə bilirsə elə kənar şirkətə verəcəyimiz xeyri öz şirkətimizə verərik ki, ölkəmiz bu sahədə inkişaf eləsin. Dinləmək məsələsi var da. Bir dəfə Əli getmiş innovasiyanın bir tədbiridir. Bu Euroclimate-ın akselerasiyası çərçivəsində dedilər ki, əlavə bir dənə pitch də eləyə bilərsiniz. Əli təqdimatı eləyəndə orada bir dənə cavan uşaq olub, yəni heç başını da qaldırmayıb, heç nə bir qeyd eləməyib, sadəcə belə qulaq asıb və biz bu barədə danışanda dedilər ki, yəqin ki, onun təcrübəsi çoxdur artıq, o işin əvvəlindən bilib ki, bu doğru deyil. Yəni uşağı deyəcəm. Startup beyində bir də belə bir şey var. Belə bir bunu kim salıb Azərbaycanlıların ağlına tutub döyəsən onu. Ki startup bir gənc olmalıdır. Belə şey olmur da. Bir təcrübəsi olsun, satın alma. Qaqaşın üzündə tük yoxdur. Oturub məndən üzbəüz mənim şeyim. Bir get bir həyatı yaşa, bir qabar olsun əlində, həm fiziki, həm mənəvi. Yəni bir backgroundunda bir şey olsun da. Yəni məsələ ondan ibarətdir ki, bütün startupçılar Vallahi gəlsə mən o elçilə işə götürmərəm. Vallahi işə götürmərəm o adam. Amma o adam qərar verir. Yəni o sizin dediyiniz məsələdə, yəni şirkət üçün qərar verir, nə bilim dövlət üçün qərar verir. Kiminsə taleyini həll edir. Yekunda onun o cür baxmamağı bizim proyekti şeyləmədi ya. Yəni biz əli sakit bir satın alması var idi. Səhər işə gələndə müdir onu yaxşı mənada danlamışdı ki, falan şey düz eləmirsən və s. İnsan da və şirkətə küsülü düşmüşdü.
Sırf o danlamağa görə. Adam beynində düşünmüşdü ki, mən nə etməliyəmsə edim, bu şirkətə ancaq zərər verəcəm. Bunu heç kim hiss eləmədən, heç bir vəsait də kənar yerdən əldə etmədən, yəni çox böyük məbləğdə ziyanlar vurub şirkətə. Yəni elə bir özü çıxıb gedib, ondan sonra şirkətin istehsalı dəfələrlə dayanıb, düzgün tədarükçüləri gətirib bağlamayıb, zəif tədarükçülərə bağlayıb. Yəni o sizin təqdim edəcəyiniz insan ki var, bir növ o əsas qapı ondan ibarət. Satın alma bərabər də qapı şirkətin rəhbərliyinə çıxa biləcək. Siz bir qapıya gəldiyiniz zaman onu ikna eləməyi bacarmalısınız. Və yaxud da elə ola bilər ki, satın almaçı özü maraq yarada bilər. Dəfələrlə olub ki, məsələn, mənim öz təcrübəmdə təqdimat edəndə çox maraqlı gəlib. Ondan ötürü gedib idarə heyətində məsələlər qaldırmışıq ki, bu şirkətdə dəyərləndirin. Bu lotereyadır, yəni bəxtə-bəxt də çıxdı. Mən o şeyi görmüşəm. Azərbaycanda bir bağlanan Chips holdingdə bağlandı deyə Chipsin özdə getdi. Chips markasıdır. Burada bu CRM-lə bağlı nəsə belə bir danışıq istəyiblər. Getdi ofisə girdi. Ofisdə yuxarıdan da çox şadlıq sarayı çılçırağı asılmışdı. Doğrudan orada filmi kim alıb, niyə alıb, niyə okey verib. Sonra orada maraqlı bir şey var. Bunun başında bir daha belə bir şey var. Bu fışqırdır da ədviyyatı. Bəli. Onun qiyməti 7-8 dollardır. Bunlar bunu alıb stoklamayıblar deyə bəlli bir müddətdən bir bu dəyişilməlidir. Təsəvvür eləyin, məsələn, minlərlə paketin içində bəlkə də rast gəlib, yeyirsən dadı duzu yoxdur, bir dəhzi var arada. Acı, tuzlu, vurur ona. Satın alma problemidir də. Təkcə satın almanın problemi deyil də, ümumi o şirkətin idarə etməsində orada problem var. Məsələn, istehsalın satın alması çox ağır bir şeydir. Bizdə ən böyük istehsal Azərbaycanda neft-qaz sektorudur da. Bir gün istehsalın dayanmağı neçə milyon manat pul tikisidir. Dəhşətli bir rəqəmdir də. Baxırsınız ki, böyük bir zavoddur. Yəni bu stakan boyda bir ehtiyac hissəsinə görə zavod dayandı. Bunun faktorları çoxdur da. Məsələn, sifarişi açan istehsal müdürüdür. İstehsal müdürü yatır. İstehsalın ən qızğın vaxtına gəldi ki, mənə ehtiyat hissələr lazımdır. Satınlama deyir ki, 3 ay gəldi o. Sən sezonu bağlıysan, mən onda ehtiyat hissəsini gətirirəm. Bu vaxtında sifarişini açmaq lazımdır. Ona görə də strukturlar arasında ən gərgin iş rejim, ən gərgin, ən stresli məhz satın almadır. Dəfələrlə olub ki, gecə saat 4-də, 5-də zəng olunub ki, falan şey dayandı. Səhər pul itkisini mal göndərməliyik. Səhər saat 6-da 7-də gəlib satıcını evindən çıxarıb anbarını açdırmışıq ki, o mühərriki ver bizə, o motoru ver bizə, istehsal dayanır. Çox olur bir planlama yoxdur. Yəni tədarük zəncirin onurğa sütunu planlamadır. Planlama, satın alma, anbar, logistika. Bu 4 struktur bir-birinə bağlı çalışmalıdır. Planlaman yoxdursa, artıq mal sifariş eləyəcəksən. Yığacaqsın artıq malı anbara, istehsal gözləyəcək ki, nə vaxt sifariş gələcək, onu da eləyəcək. Baxasınız ki, xarab oldu. O sizin dediyiniz o şey məsələsi isə o xırda hissədir. Amma gör nə qədər əhəmiyyətlidir ki, yediyin məhsulun dadında fərq eləyir. Almaniyada ona görə həmin şirkəti bağlayırlar. Bir gün belə toleranslıq yanaşmırlar. Dərhal bağlayacaqlar ki, o müştərilərin səhhətinə ziyanınız ola bilər və s. Ona görə onlar yenə deyirəm də tədarük zəncirindədir bütün proses. Satış satan tərəfdir. Maliyyə hesablayıcıdır, risk analiz eləyir. O bir dənə çarx var orada, döndürür bütün departament. Anbara gəldi ki, sifariş açmalısan, mal qutarır. İstehsalata deyir ki, planlamanı başla eləməyə, nə bilim, bir maliyyə nəşri ki, büdcəni formalaşdırsın. Satıcılara yalvarır ki, malı göndər vaxtında. Logistikanı təqib edir ki, düzgün vaxtda gəlib çatdırsın, sındırmasın, dağıtmasın. Mən düzgün ala bilərəm. Yəni logistika düzgün çatdırmasa, o məhsul xarab gələcək. Və yaxud da anbardar aparıb anbardan biraz kənar yerə qoysa, yağış vurub xarab eləyəcək həmin ehtiyat hissəsini. Çox həssas, çox belə riskli bir şeydir. Ona görə o satın almaçılar ən çox belə deyim də dəstəyə ehtiyacı olan, biraz motivasiya eləyəndən sonra faydasını da şirkət sahibləri görürlər ki, daha ürəklə çalışırlar və s. Yəni Azərbaycan şirkətlərində də planlama çox aşağı səviyyədədir. Ona görə də oturduğunuz yerdə sizə gəlib deyirlər ki, tutaq ki, falan xam malı tapmalısan qutarıb. Mən onu hardan tapım? Mən necə Hindistanla əlaqə yaradım? Heç kəsi tanımıram. Necə Çin şirkətinə? Amerikada tamamilə dünyanın o bir tərəfində yerləşir. Bizdə gecə olanda orada gündüzdür. Elə olub ki, saat axşam 11-də mən Amerika ilə mitinq eləyirdim ki, işdə onu xahiş edeyim ki, o məhsulu mənə göndərsin. Onlara ümumiyyətlə maraqlı deyil ki, sizin vəziyyətiniz nədir? Onlara gülünc gəlir ki, necə istehsal dayana bilər?
istehsal necə dayana bilər? Bax şey ordadır. Onlarda elə anlayış yoxdur. Yəni Alman deyir ki, istehsal dayanmaq, yəni bu mümkünatsız bir şeydir. Niyə dayanmalıdır? Niyə sənin nə bilim gübrən olmamalıdır əkinçilikdə? Niyə sənin planın olmamalıdır? Ona görə onlar altı bazar marketləri bağlayırlar ki, get 5-ci gündən planlama elə. Yəni sən birdən-birə şənbə günü kefimə bir düy düşüb, bir aşsızım. Get al 5-ci gündən elə. Qəhrəman bəy, təşəkkür edirəm. Çox sağ gəldiyinizə görə. Çox maraqlı idi. Faydalı oldu. Çox faydalı oldu. Özümüzə də faydalı oldu işlərimizlə də bağlı və ümid edirəm ki, bizim izləyicilərimizə də. Bizim üçün 2026-cı il belə söhbətgah üçün bir sahibkar ili kimi belə deyə fokuslanmışıq. Daha çox biznes və sahibkar söhbətlərinə yer ayırırıq. Bunun da səbəbi bəllidir. Çünki dünyada baş verən proseslər, həm də Azərbaycanın özündə baş verən iqtisadi proseslər bunu tələb edir. Azərbaycanda yaxşı bizneslər də var, biznesdən başa çıxan insanlar da var və mütəxəssislər də var. Onlarla söhbətlər, yenicə biznesə başlayan, biznes həyatında bəlkə də indi bizi dinləyənlər vardı ki, mən onu həqiqətən hesablamamışam. Bir dənə yəni bir konsultasiya alım, bir fikir alım, görüm məndə nəsə düz gedir yoxsa yox. Bu belə biznesin və ya sahibkarlığın inkişafına gətirir və sizin təbirinizlə desək, dövlət güclü olursa, sən də güclü olursan. Yəni dövlət, sənin də verdiyin vergi dövləti güclü edir, sənin də etdiyin istehsalat və ixracat da dövləti güclü edir. Buna da fayda vermiş olduq. Təşəkkür edirik gəldiyinizə görə. Çox təşəkkürlər. Görüşərik. Qismət olsa.